Qarabağın hücum xəttindən zaman-zaman mən də demişəm, ehtiyac var, hücumçu alınmalıdır. Çempionlar Liqasındasansa həqiqətən olmalıdır. Amma bu gün baxırıq statistikaya, komanda bu gün də 3 gol vurdu hücum xəttində və bu oyuna qədərki statistikaya baxmışdım. 36 komanda arasında yarıdan çoxunu komanda qabaqlayırdı. Hətta Osimhen, Icardi'si olan Qarabağı, daha doğrusu Galatasaray belə gol statistikasında qabaqlayırdı və indi də öndədir. Bildiyim qədərlə Galatasaray deyəsən 1-1 hesabı ilə başa çatdı və yenə öndədir. Həqiqətən çox ciddi faktlar. Sözsüz, yəni Duranla sistem oyunudur. Yəni artıq belə deyil, elə bir vəziyyət ki, hücumçu həmişə bəli, mən də razıyam. Bu günə deyir lazımdır. Çünki bu gün belə Duran qol vurur. Ondan əvvəl Andrade belə deyib qrup mərhələsinə qədər olan dövrdə aktiv idi, bombardirdi. Yəni sadəcə bir sistem oyunu qurban məcburiyyətdən qurulur. O sistem oyunu deyirlər ki, hər bir futbolcu ön plana çıxıb qol vura bilər. Çünki konkret bir hücumçu üzərində qurulmur. Məsələn, keçən Junior var idi, onun üzərində qurulurdu. Yəni fikirdir ki, ön xəttdə əsas zərbə qüvvəsi budur. İndi amma artıq vəziyyət elədir ki, yəni bu insanın qolu Yankovic'dən də gözləyirsən, Duran'dan da gözləyirsən, Andrade'dən də. Yəni mən düşünürəm ki, bunu sistem artıq onu məcbur edir ki, sən bu formada oynasın. Amma təbii ki, mütləq lazımdır. Biz bir hücumçu, biz indi Qurban Qurbanov da bir çətin vəziyyətə düşür. Bilirsiniz, hər kəs bunu qıraqdan deyir, bunun yaxşı müsbət tərəflərini deyirik. Məşqçi çox əziyyət çəkir, həqiqətən çox əziyyət çəkir. Yəni bilirsiniz, hələ deyirik ki, halaldır, oynayır falan. Biz kömək lazımdır. Mən düşünürəm bu baxımdan, yəni Qarabağ rəhbəri də yəni mən bilirəm ki, bəzən olur Qurban istəyir o futbolçu olsun, sadəcə o bir ailə, möhkəm bir ailə qruplarda o istəmir rəhbərliyin haqqında nəsə bir neqativ fikir səsləndirsin və o şərait yaratsın, amma bilirəm ki, sadəcə istəyir bir hücumçu olsun komanda. Yəni bu günə qədər Qarabağda mütləq şəkildə belə bir hücumçu lazımdır. Yəni Qurban Qurbanov həqiqətən çox əziyyət çəkir. Bilirsiniz, biri var, rahat heyətin ol əlində. Artıq sən baş sındırırsan, kimi oynadım, kimi harda oynadım. Qələbə qazananda çox adam ona önəm vermir. Amma yəni bunu qələbə də qazananda bunu unutmayaq ki, bu günləri Qurban Qurbanov kömək eləməli bu baxımdan ki, yəni bir hücumçu, hətta mən 2 hücumçu alınmalı. Yəni komanda play-off'a çıxıbdır, rəqiblər fərqli olacaq. Gələn mövsüm fikirləşir, gələn mövsüm Avrokubokda. Gələn mövsüm dediyimiz 4-5 ay sonra. Bəli, artıq bəli, sən növbəti mərhələyə çıxırsansa play-off'da, fevral ayına 3 ay sonra növbəti mövsüm başlayır. Ona görə yəni bunu da fikirləşmək lazımdır. Gələn il artıq tələb edilir ki, yenə Çempionlar Liqasının qrupuna düşsün. Heyət də gərək ona görə qurulsun. Ona görə də biz bu günləri Qarabağ rəhbərliyi bilirəm ki, dəstək olurlar Qurbanova, dəstəyi biraz artırmaq lazımdır. Olsa qələbədən sonra, hər qələbədən sonra vəsait gəlir, etiraf edir ki, o gələn vəsaitlər azdan futbolun miqyasında çox böyük, fantastik məbləğlərdir bizim üçün. Yəni onun futbolçu alınmasını xərcləmək lazımdır. Biraz baha da olsa ev almaq lazımdır. Yəni Qurbanova kömək eləmək lazımdır.